Və bir maraqlı tarixçi də danışım sizə bu mahnı haqqında. Hamımızın çox gözəl tanıdığımız, dinlədiyimiz bu mahnı ilk olaraq Nəbi Fəzli bu mahnıya Bir Ümman İstə adlı şiir yazır. Və həmin şiir bəstələnir, onu ilk olaraq Şövkət Ələkbərova ifa edir. Amma illər keçir, Cahangir Cahangirov və İslam Səfərli arasındakı o möhkəm dostluq, bax, indi eşidəcəyimiz yeni mətni dünyaya gətirir və bu yeni versiya sevilir, tamaşaçılar tərəfindən qəbul olunur. Və bugün, bu axşam Zərif Gülüşlüm mahnısını bizim üçün elə sənətdə də, həyatda da çox zərif olan, səsində də, ifasında da bir alilik olan, sevimli, əməkdar artistimiz Lalə Məmmədova ifa edəcək. Gəlin alqışlarla qarşılayaq Lalə xanımı. Lalə Məmmədova, Respublikanın əməkdar artisti. Təşəkkür edirik sizə. Zərif Gülüşlüm mahnısı doğrudan da Lalə xanıma o qədər yaraşır, o qədər onu